Həmçinin Ramazan orucu, Ramazan ayı səbir ayıdır və səbrin də mükafatı yalnız nədir? Cənnətdir. Və Allah-u Teala da səbr edənlərin mükafatını artıqlaması ilə verəcək, hesabsız verəcək. Necə ki, ayədə keçir, İnnəmə yuvaffə sabirunə əcrahum bi qeyri hisab. Allah-u Teala buyurur ki, səbr edənlərin mükafatı hesabsız veriləcək. Yəni bir həddi yoxdur, miqdarı yoxdur. Allah aləm nə qədərdir, qardaşlar. Səbr də böyük ibadətdir. Digər ayədə Allah Teala buyurur ki, ey iman gətirənlər, səbirlə, namazla Allahdan yardım istəyin. İnnəllaha ma'as-sabirin. Allah səbr edənlərlə bərabərdir. Mücahid tabinlərdən, Allah ondan razı olsun, deyir ki, əs-sabru əs-sawm. Səbr nədir? Səbirdir, orucdur. Necə ki, hədisdə keçir, səbr ayının orucu, səbr ayı hansı ay oldu? Ramazan ayı. Bir səbr ayının orucu və hər aydan 3 gün oruç tutmaq insanın köksündəki pislikləri aparar. Hansı pisliklərdir, qardaşım? Kin, küturət, həsəd, paxıllıq, ədavət, düşmənçilik, ğış, yalan və s. Deyir, səbr ayının orucu, yəni Ramazan orucu və hər aydan 3 gün oruç tutmaq qəlbdəki pislikləri silib aparar. Deməli, kim qəlbinin təmizlənməyini istəyirsə, nə eləsin, qardaşım? Oruç tutsun. Oruç tutmaq ona kömək edəcək. Qəlbində ğış, yalan, kin, küdürət, həsəd, paxıllıq, düşmənçilik olmaz. Buna səbəb nədir? Oruç tutmasıdır. Hafiz İbn Rəcəb, Allah ondan razı olsun, deyir ki, Ramazan ayında mümində 2 dənə nəfsi cihad cəm olar. Nəfsi ilə 2 dənə cihad aparar. Mücadilə aparar, yarışar, yəni nəfsini islah etməsi üçün. Deyir, gündüzləri oruç tutmaqla cihad eləyər nəfsi ilə, gecələri də qiyamda keçirməklə, namaz qılmaqla. Hansı namazı? Təravih namazı. Bir mömin deyir, Ramazana bax, bu 2 şeylə cihad eləyər nəfsi ilə. Və kim ki, deyir, bu 2 cihadı cəm edibsə, haqlarını veribsə, bu 2 əmələ səbr edibsə, hesabsız ona mükafatlar, əcrlər var, yəni çoxlu savablar, mükafatlar var, artıqlaması ilə. Kimin üçün? Kim bu ayda nəfsi ilə 2 formada cihad eləyərsə, gündüzü oruç tutmaqla orucunu qoruyur. Necə səbr edirsən, necə mücadilə aparsan nəfsinlə orucla? Günah eləmirsən, düzdürmü? Pis işlər görmürsən, yeməkdən, içməkdən çəkinirsən, haramlardan çəkinirsən ki, orucun səhih olsun, batıl olmasın. Gecəni də nəyindən çalışırsan? Namazda keçirməklə. Yarhamdülillah. Təravih namazını qılmaqla. İndi əlhəmdülillah məscidlərdə qılınır. Adam var, məsələn, məscidə gedir, indi görürüm, axşam qalxıb təravih qılacaq, əsl cihad oradadır. İndi gəlmirsən, məscid edirsən ki, hamı qılır, mən də qılıram da. Təbii bu da yəni, kiçik bir əməl deyil. Adam var, gəlib oteldə yatır, gedmir. O qədər adamlar var ki, təravihdə iştirak eləməyən adamlar da var. Amma şükür Allah, əksəriyyət namazdadır, istər Peyğəmbər məscidində olsun, istər burada haramda, Kəbə məscidində. Lakin deyək ki, adam gedmir məscidə və ya cəmaatla qılınan bir yerdə iştirak eləmir. İndi axşam durub qalxıb qılacaq mı, qardaş? Orada artıq nədir? Nəfsi ilə mübarizə var. Yox, mən qalxım, gecəni namaz qılım. Təravih namazı. Çünki bu ay xüsusən nə ilə məşhurdur? Gecəni qiyamda keçirməklə. Xüsusi ibadətlərdəndir. Bəlkə ola bilər, aylı vaxtlarda sən məsələn qiyama qalxmayasan. Ramazanda niyə çalışırsan qalxmağa? Çünki bu ayın özəlliklərinin biri odur ki, sən gecəni namazda keçirməlisən. Qiyamda keçirməlisən. Gündüzü oruc, gecəni də namazda. Deməli, təravih namazı vardır. Hər gecə Ramazanda hər gecə qılınır. Əfsəl 11 rükətdir. Lakin artıq da qılmaq olar, problem yoxdur. Və xüsusən də kim imamla tamamlayarsa, gecəni namaz qılmış kimi sayılır. Ona görə bəzi insanlar görürsən, namazdan çıxır, deyir, yoruldum, məsələn, evdə tamamlayacam. Tamamlasan, təravih namazı yazıldı. Lakin gecənin namaz qılanlardan hesab olunduğunu bütün gecəni. Orası var. Ona görə bu fəziləti əldən vermək lazım deyil. Səbirlə, görürsən, nəfsi ilə səbr edirsən, gecəni qiyamda keçirmək. Səbirlə imamın arxasında axıra kimi namazı qılıb tamamlamaq lazımdır ki, o böyük mükafatı əldə edəsən deyə.